Bu dərsimizdə bir neçə qayda istisnaları ilə tanış olacağıq. Artıq dərslərimizdən bilirsiniz ki, CH hərf birləşməsi ç kimi oxunur. Lakin bəzi sözlər var ki, orada CH hərf birləşməsi ş kimi oxunacaqdır. Bu sözlər əsasən fransız əsilli sözlərdir. Yəni, belə sözləri ingilislər fransızlardan götürüblər. Bütün dillər ümumiyyətlə bir-birindən sözlər ala bilirlər. Bu tarix boyu olub. Belə sözlərə alınma sözlər deyilir. Və ingilislər fransızlardan bu sözləri alarkən, yəni öz dillərinə qəbul edərkən tələffüsü fransız dilində olduğu kimi saxlayıblar. Fransız dilində CH hərf birləşməsi ş kimi oxunur və ingilislər də tələffüsü eyni saxlayıblar. Ona görə də belə sözlərdə CH hərf birləşməsi elə ingilis dilində də ş kimi oxunacaqdır. Şef, chalet. Hətta bu sözdə sonda T hərfi oxunmur. Çünki fransız dilində də sonda T hərfi oxunmur. Chalet, machine, brochure, parachute, shoot, champagne, chandelier. Baxın, bəzi sözlər var ki, artıq sizə tanışdır. Misal üçün, chef olsun, machine olsun, brochure olsun və ya parachute, champagne. Bu sözlər sizə tanışdır, ona görə ki, ümumiyyətlə, istər rus dili olsun, digər dünya dilləri olsun, bir çox dillər fransız dilindən sözləri öz dillərinə alıblar. Ümumiyyətlə, məlumat olaraq sizə bildirim ki, fransız dili orta əsrlərdə dünyanın əsas dili olub, yəni beynəlxalq dil olub və ona görə də bütün digər dünya dillərinə fransız dilinin təsiri böyükdür. İstər ədəbiyyatda olsun, istər mədəniyyətdə, hətta siyasətdə, diplomatiyada fransız dili birinci yerdə olub, önəmli bir dil olub. Daha sonra isə belə deyək, Amerikanın müstəqilliyini əldə etməsi və Amerikanın sürətli şəkildə güclənməsi, həm siyasi, həm iqtisadi olaraq güclənməsi və belə Amerika Birləşmiş Ştatlarında ingilis dilinin istifadə edilməsi, Böyük Britaniyada, Avstraliyada, Yeni Zelandiyada bir çox əsas ölkələrdə ingilis dilinin istifadə edilməsi səbəb oldu ki, artıq ingilis dili önə çıxmağa başladı və əsas, yəni dünya dili kimi bugün ingilis dili ən önəmli, ən əhəmiyyətli dildir. Yenə də fransız dili öz əhəmiyyətini itirməyib, amma əvvəlki kimi deyil. Və istər siyasətdə, mədəniyyətdə, bugünkü əsas, yəni dünya gedişatında ingilis dili ən əsas dil olaraq öz yerini birinci yer olaraq qorumaqdadır. Və yenə də əvvəlki dərslərimizdən bilirsiniz ki, TH hərf birləşməsi ya pəltək V ya da pəltək F kimi oxunur. Lakin aşağıdakı gördüyünüz sözlərdə TH hərf birləşməsi T kimi oxunacaqdır. Yəni bildiyimiz T səsi verəcək. Thailand, Thailand, Thames, Thames, Thomas, Thomas. Thailand ölkə adıdır, Tayland. Thames, Temza çayının adıdır. Thomas isə insan adıdır, kişi adıdır. Thailand, Thames, Thomas. Ay boyunca keçirilən dərslərdən birində öyrənmişdik ki, biz E-I-G-H hərf birləşməsi A kimi oxunur, A. Lakin bir söz var ki, height sözüdür. Orada E-I-G-H hərf birləşməsi I olaraq oxunacaq. Height boy deməkdir. Yəni boyun nə qədərdir, insan boyu, yüksəklik, hündürlük o mənada istifadə edilən bir sözdür. Height. Burada E-I-G-H hərf birləşməsi A olaraq deyil, I kimi oxunacaqdır. Height. Height.